Və idə qara'təl Qur'anə fəstəid billahi minəşşeytanirracim. Quran oxuyanda lənətlənmiş, Allahın rəhmətindən qovulmuş şeytandan Allaha sığın. İlk öncə əuzu billahi minəşşeytanirracim, sonra Bismillahirrahmanirrahimlə başla. Necə Allah başlayıb? Oxuyursan Bismillahirrahmanirrahim, Elhamdülillahi Rabbil alemin və davam edirsən. Bəzi insanlar Allahın kitabını qoyub, yəni Allahın kitabını açır, Allah öz kitabını Bismillahirrahmanirrahimlə başlatdığı halda adam Allahın kitabını açır, deyir ya Zəhra, ya Ali, ya Fatimə, ya Həsən, fərqi yoxdur, salihlərdən kiminsə adını çəkir. Yəni adam baxır ki, Allah oradadır ki, Bismillahirrahmanirrahim, mərhəmətli, rəhimli Allahın adı ilə. Allah kitabı belə başlayır, bu Allahın kitabını Allahdan qeyrisinin adı ilə açır. Bu zülümdən və zalimlikdən bir şey deyil, başqa bir şey deyil. Allah Teala bizi qorusun, Allah ortaq qoşmaqdan.